Yaradan üçün qazanıb xərcləməklə yaradılmış hansısa bir ideologiya, istək, nəfs üçün qazanıb xərcləməyin fərqi nədir? Birincisi, əgər adam həqiqətən yaradanı istəyirsə, qarşısına məqsəd qoyubsa, onun yolu, onun yönü başqadır. Bir də var ki, insanın məqsədi yaradan deyil, yaradanın sevgisi deyil, yaradılmış hər hansısa bir ideologiyadır. Nəfsə qulluq, özünü göstərmək, içki və s. və s. Deməli, bu əsas budur, məqsəddir. Və bu məqsəddən də asılı olaraq insan birincisi qazandıqda, ikincisi xərclədikdə onun etdiyi əməllər fərqli olur. Niyə? Çünki insan əgər Allahın razılığı üçün qazanırsa, deməli onun göstərdiyi mübah halal yollarla qazanacaq, ticarətdə asan olacaq, gülümsəyəcək, yaxşı yollar axtaracaq, yəni insanların xeyrini fikirləşəcək və s. Yox, əgər hər hansısa bir yaradılmış ideologiya üçün qazanırsa və Allahdan da qorxusu yoxdursa, hər yola əl atacaqdır. Yəni öz ilahı üçün, öz dəyəri üçün oğurluq olsun, aldatmaq olsun, çox danışaraq kiminsə manipulyasiya etmək olsun və s. və s. Bu qazanmaqda olan fərqlilik. Yəni məqsədə görə qazanmaq yolu da dəyişir. Və xərcləməyə gəlib çıxdıqda, əgər insan həqiqətən Allahın sevgisini qazanmaq üçün xərcləyirsə, əlbəttə ki, yaxşılıq edəcək insanlara, ya öz nəfsini sakitləşdirəcək ki, Allaha gedən yolda sabit olsun və s. gözəl işlər görərək həmin Allahın sevgisini qazanmağa can atacaqdır. Yox, əgər yaradılmış ideologiyalar, özünü göstərmək, içki, zina və s. nəfsə qulluq məsələləri üçün əgər bu məqsədlə qazanıbsa, o yolda da xərcləyəcəkdir. Yəni, zinaya, içkiyə, özünü göstərməyə, hər hansısa bir nemətləri alıb, tərif axtarmaq üçün xərcləyəcəkdir. Və buna görə də Allah bizi onun sevgisini qazanmaq üçün qazanan və xərcləyən salih seçilmiş bəndələrindən olmağa qismət etsin. Və Allah bizi öz nəfsi üçün qazanan, özünü göstərən və yaradılmış ideologiyalar üçün yaşayan, özünü imtihan edən bəndələrindən olmaqdan qorusun. Allah bizə kömək olsun.